sərtliyi 200 kN bölü metr olan çubuğun uclarına 6 kN qüvvə tətbiq edilmişdir. Çubuğun mütləq uzanmasını hesablayın. Biz bilirik ki, elastiklik qüvvəsi F bərabərdir. K vur X düsturu ilə müəyyən olunur. Yəni, burada mənfi işarəsi də var. O mənfi işarəsi qiymətlər hesablananda yazmasaq da olar. Mütləq uzanma deyəndə biz burada X-i tapacağıq. X bərabərdir. F bölü K. F-in qiymətinin 6 kN. Sərtliyin, yəni K-nın qiymətinin isə 200 kN bölü metr olduğunu görürük. Burada kilonewtonlar zaten ixtisar gedir. 200 ilə də 6-nı ixtisar aparsaq, burada 3, burada isə 100 qalır. Yəni, X-in qiyməti %3 metrdir. %3 metr demək, 3 santimetr deməkdir. Sualımızın cavabı B variantı olmalıdır. İkinci sualda, Newton bölü metr ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Newton qüvvə vahididir. Metr uzanma vahididir. Qüvvənin uzanmaya nisbəti tapmaq üçün F-in yerinə bir dənə Kx yazsaq, X-i də məxrəcdə zaten var və bu nisbət bizə K-nı, yəni sərtliyi verir. Yayın sərtliyinin ifadəsidir. Dinamometrin iş prinsipi hansı qanuna əsaslanır? Dinamometrin iş prinsipi Hooke qanununa əsaslanır. Çünki dinamometr dediyimiz üzərində müəyyən qiymətləri olan və yaydan ibarət olan bir qurğudur əslinə baxsaq. Yəni, biz buradan cisim assaq, məsələn, tutalım ki, 2 kiloqram kütləli cisim asdıq. 2 kiloqram kütləli cisim asanda, buna J-nin qiymətini də 10 götürsək, buna deyirik ki, 20 Newton ağırlıq qüvvəsi təsir göstərir. Bu 20 Newton ağırlıq qüvvəsinin təsiri ilə bu dinamometrin yayı müəyyən qədər uzanır və 20 Newton qiymətini göstərir. Burada nə qədər çox qüvvə tətbiq eləsək, yay bir o qədər uzanır və daha çox qiyməti göstərir. Yəni, F bərabərdir K vurulsun X düsturuna əsasən biz nə qədər çox qüvvə təsir göstərsək, dinamometrin yayı bir o qədər uzanır və daha çox qüvvəni göstərmiş olur. Yəni, qüvvə uzanma ilə mütənasibdir deyirik. Bu səbəbdən dolayı da F bərabərdir Kx düsturu Hooke qanunu adlandığı üçün dinamometrin iş prinsipi də Hooke qanununa əsaslanır. Dördüncü sualda, yayın uclarına tətbiq olunan qüvvəni 2 dəfə azaldıqda onun mütləq uzanması necə dəyişər? Mütləq uzanmanı biz X bərabərdir F bölü K şəklində yaza bilərik. Yayın uclarına tətbiq olunan qüvvəni 2 dəfə azaldırıqsa, o zaman yayın mütləq uzanması 2 dəfə azalmalıdır. Yəni, burada sualımızın cavabı C variantıdır deyə bilərik. Davam edirik 5-ci sualla. Yayın uclarına tətbiq olunan qüvvəni 1,5 dəfə azaltdıqda onun sərtliyi necə dəyişər? Və gözəl insanlar, yayın sərtliyi onun uclarına tətbiq olunan qüvvə ilə asılı deyil, yəni qüvvədən asılı deyil. Yayın sərtliyi yayın həndəsi ölçülərindən asılıdır, yayın hazırlandığı materialın növündən asılıdır, qüvvədən, mütləq uzanmadan və s. bunlardan asılı deyil. Yəni, siz istəyir qüvvəni 1,5 dəfə azaldın, istəyir 1,5 dəfə artırın, bunun sərtliyə heç bir təsiri yoxdur. Sərtlik dəyişməz deyirik, sualın cavabı Y variantı olur. 6-cı sualda, çubuğun mütləq uzanması 2 dəfə azaldıqda elastiklik qüvvəsi necə dəyişər? Elastiklik qüvvəsi F bərabərdir K vurulsun X düsturu ilə müəyyən olunur. Bu düstura əsasən biz deyirik ki, mütləq uzanmanın 2 dəfə azalması demək, elastiklik qüvvəsinin də 2 dəfə azalması anlamına gəlir. Çünki elastiklik qüvvəsi mütləq uzanma ilə düz mütənasibdir. Buna görə də mütləq uzanmanı 2 dəfə azaldırıqsa, elastiklik qüvvəsinin də 2 dəfə azalması lazımdır. 7-ci sualda, yayın uclarına tətbiq olunan 80 Newton qüvvənin təsiri ilə elastiki yay 2 cm uzanır. Yayın sərtliyini hesablayın. F bərabərdir Kx düsturuna əsasən bizə yayın sərtliyi, yəni K lazımdır. O zaman yazırıq K bərabərdir F bölü X. Bu da bərabərdir. Qüvvənin qiyməti 80-dir. Uzanmanın qiyməti 2 cm. Bu da 0,2 metr deməkdir. 80 Newton bölünsün 0,2 metr. Buradan da cavab 4000 alınır. Yəni yayın sərtliyi 4000 Newton bölü metrdir. 8-ci sualda.
Yayın sərtliyinin vahidi beynəlxalq sistemdə əsas vahidlərlə necə ifadə olunur? Yayın sərtliyi üçün biz yazsaq, K bərabərdir F bölü X. Bax, burada F qüvvədir. Düzdürmü? Qüvvənin vahidi Newton. X burada uzanmadır. Uzanmanın vahidi metr. Deməli, yayın sərtliyinin vahidi Newton bölü metrdir. İndi biz bu Newton bölü metri əsas vahidlərlə ifadə etməliyik. Newtonun yerinə mən yazıram kiloqram vurulsun metr bölünsün saniyənin kvadratı. Məxrəcdəki metri də olduğu kimi saxlayırıq. Buradakı metr ilə buradakı metr sadələşir. Nəticədə geriyə qalır kiloqram bölü saniyənin kvadratı. Sualımızın cavabı oldu Y variantı. Davam edirik növbəti sualla, yəni 9-cu sualla. Huk qanununun doğruluğunu yoxlamaq üçün bizə nə lazımdır? F bərabərdir K vurulsun X düsturuna əsasən, Huk qanununun doğruluğunu yoxlamaq məqsədi ilə bizə bir qüvvə ölçən cihaz lazımdır. Qüvvə ölçən cihaz dinamometrdir. X isə uzanmadır və uzanmanı xəttkeşlə ölçürük. O zaman Huk qanununun doğruluğunu yoxlamaq üçün bizə bir ədəd dinamometr və bir ədəd xəttkeş lazımdır. Davam edirik 10-cu sualla. Kiçik deformasiyalarda yayın sərtliyinin onun uclarına tətbiq olunan qüvvədən asıllıq qrafiki hansıdır? Kiçik deformasiyalarda yayın sərtliyi yayın uclarına tətbiq olunan qüvvədən asılı deyildir. Bayaq demişdik ki, yayın sərtliyi yayın həndəsi ölçülərindən və hazırlandığı materialın növündən asılıdır. Kiçik deformasiyalarda yayın sərtliyi mütləq uzanmadan asılı deyil. Kiçik deformasiyalarda yayın sərtliyi yayın həndəsi ölçülərindən və hazırlandığı materialın növündən asılıdır. 12-ci sualda. Yaydan kütləsi M olan yük asdıqda onun uzanması X olmuşdur. Bu yaydan kütləsi 2M olan yük asdıqda onun uzanması nəyə bərabərdir? Yaydan yük asdıqda onun ağırlığı mc qədərdir və yayda yaranan elastiklik qüvvəsi Kx-dir. Yəni, mc və Kx qüvvələri bir-birlərini tarazlaşdırmalıdır. Biz bu düstura əsasən görürük ki, kütlə mütləq uzanma ilə düz mütənasib asılıdır. Kütlə əgər m-dən 2m-ə qədər artırılırsa, yəni kütlə 2 dəfə artırsa, uzanma miqdarının da 2 dəfə artması lazımdır. Kütlə m olanda uzanma miqdarı x qədərdirsə, kütlə 2m olanda uzanma miqdarı 2x qədər olmalıdır. Çünki düz mütənasib asılıdır. 13-cü sualda. Kiçik deformasiyalarda yayın sərtliyinin ondan asılmış yükün kütləsindən asıllıq qrafiki hansıdır? Təkrardan deyirik ki, kiçik deformasiyalarda yayın sərtliyi onun həndəsi ölçülərindən və hazırlandığı materialın növündən asılıdır. Yükdən asılı deyil, yəni yükün kütləsindən asılı deyildir. Növbəti sualda. Sərtliyi K olan yaya bağlanmış M kütləli cisim şaquli aşağı yönəlmiş sabit təcillə endirilir. Yayın uzanması X olarsa, cismin təcili hansı ifadə ilə təyin olunur? Deməli, deyir ki, sabit təcillə aşağı endirilir. O zaman burada cisim yaydan asıldığı üçün bu cismə yuxarı doğru təsir edən elastiklik qüvvəsi var, yəni daha doğrusu yayda yaranan elastiklik qüvvəsi var, hansı ki bu yuxarı doğrudur. Aşağı doğru isə cismin ağırlığı var, yəni mc var. Biz əgər buradan cismin təcilini hesablamaq istəyiriksə, yuxarı doğru yönələn qüvvə, yəni Kx qüvvəsindən aşağı doğru, bir saniyə, aşağı doğru düşürsə, əgər aşağı doğru yönələn qüvvə böyükdür, yəni mc böyükdür. O zaman biz mc'dən Kx'i çıxmağımız lazımdır. Bölürük kütləyə. Çünki bilirsiniz ki, cismin hərəkət təcili əvəzləyici qüvvənin kütləyə nisbəti ilə tapılır. Ona görə biz əvəzləyici qüvvəni tapmaq üçün aşağı doğru yönələn mc'dən yuxarı doğru yönələn Kx'i çıxdıq və böldük kütləyə. Buradan indi hər tərəfi m-ə bölsək, mc-ni m-ə bölürəm, j qalır. Kx'i m-ə böləndə də elə özüdür Kx bölü m. O zaman sualımızın cavabı D variantı olmuş olar. 15-ci sualda. Sərtliyi K olan yaya bağlanmış M kütləli cisim şaquli yuxarı yönəlmiş sabit təcillə qaldırılır.
yayın uzanması x olarsa, cismin təcili hansı ifadə ilə təyin olunur? Cismi yuxarı doğru yay qaldırdığı üçün yayda kx elastiklik qüvvəsi yaranır. Aşağı doğru isə cismin mg ağırlığı var. Və cisim yuxarı doğru qaldırıldığı üçün kx qüvvəsi, yəni yuxarı doğru yönələn qüvvə, aşağı doğru yönələn qüvvədən, yəni mg-dən böyükdür. Bu səbəbdən dolayı da yuxarı doğru qalxan zaman əvəzləyici qüvvəni hesablamaq üçün yuxarı doğru yönələn qüvvədən aşağı yönələn qüvvəni çıxmaq lazımdır və əvəzləyici qüvvə kx çıx mg alınır. Təcili tapmaq üçün də biz bunu kütləyə bölürük. Buradan cismin hərəkət təcili alınır kx bölü m. mg-ni isə m-ə böləndə nə alınır? J alınır. Deməli, kx bölü m çıxılsın j şəklində biz cismin təcilini hesablaya bilərik. 16-cı sualda Hooke qanununun doğruluğunu yoxlamaq üçün hansı cihazlardan istifadə etmək olar? Hooke qanununun doğruluğunu yoxlamaq üçün F bərabərdir kx düsturuna əsasən qüvvəni ölçmək üçün dinamometrdən, uzunluğu ölçmək üçün isə xəttkeşdən istifadə oluna bilər. Bu səbəbdən dolayı da sualımızın cavabı xəttkeş və dinamometr olmalıdır. Bu sual təkrar sualdır. Bayaq da bunun haqqında danışmışdıq. 17-ci sualda yayın sərtliyini təyin etmək üçün hansı cihazlardan istifadə etmək olar? Yayın sərtliyi F bölü X düsturu ilə təyin olunur. Bu düstura əsasən biz qüvvəni bilməliyik və yayın uzanmasını bilməliyik. Qüvvəni ölçən cihaz dinamometr, uzanmanı ölçən cihaz isə xəttkeşdir. Bu səbəbdən sualımızın cavabı C variantı olmuş olur. 18-ci sualda dinamometrin köməyi ilə 100 qram kütləli yükü 2 metr bölü saniyə kvadratı təcillə şaquli yuxarı qaldıran zaman yayın sərtliyi 40 Newton bölü metr olan dinamometr, deməli, sərtliyi 40 Newton bölü metr olan dinamometr yayının uzanmasını hesablayın. İndi burada baxırıq. Bu bizim 100 qram kütləli cismimiz olsun. 100 qram demək, yəni bu 0,1 kiloqram deməkdir də. Qrama biz nə edirik? Kiloqrama çeviririk. 0,1 kiloqram kütləli cismə təsir edən ağırlıq qüvvəsi nə qədər olar? Bax, yazıram, M vurulsun J. Yəni 0,1 vurulsun 10. O zaman buna təsir edən ağırlıq qüvvəsi 10 Newtondur. Aşağı doğru 10 Newtonu yazıram. İndi yuxarı doğru elastiklik qüvvəsi var. Çünki bu cisim yaydan asılmışdır. Yaydan asıldığı üçün yuxarı doğru buna elastiklik qüvvəsi təsir göstərir. Yazıram burada Kx. Bizə deyir ki, yuxarı qaldıran zaman. Okey. Təcil yuxarı doğruymuş. O zaman biz təcili tapmaq üçün nə yazmalıyıq? Kx çıxılsın mg bölünsün m, yəni kütlə. Və bayaq yazdığımız bu düsturda kx bölü m çıxılsın j şəklində bir düstur almışdıq. İndi bizdən buradan yayın uzanmasını istəyir. Yəni x-i tapmağımızı istəyir. Biz belə yaza bilərik. Kx bölü m bərabərdir. J-ni bərabərliyin digər tərəfindən köçürəndə a üstəgəl j şəklində bir şey qalmış olur. Və əgər biz buradan x-i tapsaq, x bərabərdir. K məxrəcdə m və j üstəgəl a kəsrin surətində olmuş olacaqdır. Ümumiyyətlə, gözəl insanlar, əgər cisim sabit təcillə yuxarı qaldırılırsa, o zaman onun, belə deyək, elastiklik qüvvəsi, yəni yayda yaranan elastiklik qüvvəsi Kx bərabərdir mg üstəgəl a şəklində olur ki, siz buradan x-i tapsaz, yenə burada mg üstəgəl a bölünsün k düsturu alınmış olur. Aşağı salanda isə Kx bərabərdir mg çıxılsın a olur. İndi biz buradan nəyi tapırıq? X-i tapırıq, yayın uzanmasını hesablayırıq. Qiymətlərini yerinə qoyub cavabı tapmaq mümkündür. O zaman yazıram burada x bərabərdir. Kütlənin qiyməti 0,1 kiloqramdır. J-nin qiyməti 10'dur. Təcilin qiyməti isə 2'dir.
Bunları yerinə qoyduq və sərtliyin qiymətini yazıram 40. Buradan x bərabərdir. 0,1 vurulsun 12 bölünsün 40. Buradan nə ixtisar eləyə bilərik? 12 ilə 40-ı ixtisar eləyək, lap baxaq görək nə alınacaq. 4-ə ixtisar eləsək burada 10 olar, burada isə 3 olar. Yuxarıda oldu 0,3, aşağıda oldu 10. Yəni 0,3 metr. 0,3 metr demək 3 santimetr deməkdir. Bu səbəbdən də dinamometr yayının uzanması 3 santimetrə bərabərdir. 19-cu sualda düsturun çıxarılışını təkrardan yazmağa ehtiyacımız yoxdur. Əgər yuxarı yönəlmiş deyirsə, o zaman biz yazırıq mj üstəgəl a bərabərdir kx. Bizə burada yayın sərtliyi lazımdır. O zaman yazıram k bərabərdir. X-i məxrəcdə yazıram. M vurulsun j üstəgəl a-nı isə kəsirin surətində yazıram. Buradan k bərabərdir. Kütlənin qiyməti 40 qram. Bu 0,4 kiloqram deməkdir. Minə bölürsüz və kiloqrama çevrilir. 0,4 vurulsun. J-nin qiyməti 10, A-nın qiyməti 5-dir. 10 üstəgəl 5 bölünsün. Yayın uzanması 2 santimetr. 2 santimetr demək 0,2 metr deməkdir. Bu da bərabərdir. 0,4-dən 0,2-ni ixtisar aparsaz, burada 2 qalar. 2-ni də buradakı 15-ə vurarsınız və yayın sərtliyinin qiyməti 30 Newton bölü metr alınmış olar. Davam edirik növbəti sualla. Watt vurulsun saniyə bölünsün metr kvadrat ifadəsi hansı fizik kəmiyyətin vahidinə uyğundur? Watt vurulsun saniyə bizə joule verir ilk növbədə. Bölünsün metrin kvadratını yazıram. Watt vurulsun saniyənin yerinə joule metrin kvadratını da olduğu kimi saxladım. Joule'un açılışı isə Newton vurulsun metr şəklindədir. Məxrəcdə də bir ədəd metrin kvadratı var. Buradakı metr ilə buradakı metrin kvadratından biri getdi. Kəsirin surətində Newton, məxrəcində isə metr qaldı. Newton bölü metr vahidi sərtliyin vahidinə uyğundur. 21-ci sualda. Yaydan asılmış yükün kütləsini 4 kiloqram artırdıqda yayın uzanması 3 dəfə artmışdır. Yükün başlanğıc qiymətini hesablayın. Yayın uzanması əgər 3 dəfə artırsa, o zaman deməli yükün kütləsi də 3 kiloqram artmışdır ki, uzanma 3 dəfə artsın. O zaman yazıram 3m bərabərdir. Yəni kütlə 3 dəfə artırsa 3m yazırıq və deyir ki 4 kiloqram artıb. O zaman yazıram m üstəgəl 4. M-i bərabərliyin bu tərəfinə atanda 3m-dən m-i çıxarıq, qalar 2m bərabərdir 4. Buradan m-i tapsaq m bərabərdir 4-ü 2-yə bölərsiniz və 2 kiloqram alınır. Deməli yükün başlanğıc kütləsi 2 kiloqrama bərabərmiş. Növbəti sualda Newton kvadratı vurulsun hertz bölünsün watt ifadəsi hansı fizik kəmiyyətin vahidinə uyğundur? Yazıram Newtonun kvadratı vurulsun. Bax, hertzin yerinə elə bil ki 1 bölü saniyə yazacağım. Çünki hertz dediyimiz tezlik vahididir və 1 bölü saniyədir. O zaman saniyə düşdü məxrəcə. Burada da bir dənə watt var. Watt vurulsun saniyə bizə joule verir. Newtonun kvadratı da yuxarıda. Newtonun kvadratını yenə olduğu kimi yazırıq. Joule'un yerinə də yazıram Newton vurulsun metr. Buradakı Newtondan buradakı Newtonu aparsaq, Newton bölü metr qalar. Bu da sərtliyin vahidinə uyğundur. 23-cü sualda elastiklik qüvvəsinin modulunun yayın uzanmasından asılılıq qrafiki verilmişdir. Alfa bucağının tangensi ədədi qiymətcə hansı ifadəyə bərabərdir? Tangens dediyimiz anlayış qarşı katetin, yəni burada qarşı katet F-dir. Alfa bucağına bitişik olan katet isə delta L-dir. Qarşı katetin bitişik katetə nisbətidir. Tangens alfa bərabərdir F bölü delta L-dir. F-in delta L-ə nisbəti bizə K-nı, yəni yayın sərtliyini verir. O zaman buradakı bucağın tangensi sərtliyə bərabərdir. 24-cü sualda yaylarda yaranan elastiklik qüvvələri arasında hansı münasibət doğrudur? Burada kütlələri bilmirəm şəkildə görə bilirsiniz ya yox, hər birinin kütləsi m qədərdir. Gözəl insanlar, cismə aşağı doğru təsir edən qüvvə ilə yuxarı doğru təsir edən qüvvə bərabərləşməlidir. Yuxarı elastiklik qüvvəsi var. Aşağı doğru isə mj
ağırlıq qüvvəsi var. Və bu qüvvələr bir-birini tarazlaşdırmalıdır. Yəni, elastiklik qüvvəsi ağırlıq qüvvəsinə bərabər olmalıdır. Burada cismə təsir edən, M kütləli cismə təsir edən ağırlıq qüvvəsi mg qədərdir. Yuxarı doğru F qüvvəsinin olduğunu fərz edək, yəni elastiklik qüvvəsi F-ə bərabər olsun. Burada da kütlə M qədərdir, o zaman burada da ağırlıq qüvvəsi mg qədər deyilmi? Birincidə mg F-dir, mg-ni F tarazlaşdırır, o zaman burada da mg-ni F tarazlaşdırır. Yəni, gördüyümüz kimi kütlələr bərabər olduğu üçün onlara eyni ağırlıq qüvvələri təsir göstərir. Ağırlıq qüvvələri eyni olduğu üçün elastiklik qüvvələrinin də eyni olması lazımdır. Yəni, burada qüvvələr bir-birinə bərabərdir. Sual oluna bilər ki, bəs sərtliklər fərqlidir, bu necə olacaq? Bəli, sərtliklərin fərqli olması qüvvələrin fərqli olması anlamına gəlmir. Sərtliklərin fərqli olması uzanmaların fərqli olmasının anlamına gəlir. Yəni, eyni qüvvə yaranır. Sadəcə sərtliyi böyük olanı daha az uzada bilərsiniz, sərtliyi kiçik olanı daha çox uzada bilərsiniz. Yəni, təsəvvür edin ki, sərtliyi böyük olan bir yaydır. Məsələn, avtomobilin yayı. Avtomobilin yayını mı uzatmaq daha rahatdır, yoxsa qələmin içərisində olan, yəni ruçkanın içərisində olan purjunu, yayı uzatmaq mı daha rahatdır? Bunu düşünün. Eyni qüvvə tətbiq olunarsa, təbii ki, sərtliyi kiçik olanı uzatmaq daha böyükdür. Yəni, məsələn, burada 2x qədər uzanması yaranırsa, burada yaranan uzanma miqdarı x qədərdir. Nəticədə hər ikisində 2kx qədər elastiklik qüvvəsi yaranır. Yəni, qüvvələr bir-birini tarazlaşdırır. Sadəcə sərtliyi kiçik olanın uzanması böyük, sərtliyi böyük olanın isə uzanması kiçikdir. Amma nədir? Qüvvələr bərabərdir. Davam ediyoruz 25-ci sualla. Çəkisi nəzərə alınmayan yaylarda yaranan elastiklik qüvvələri arasında hansı münasibət doğrudur? Yenə də əzizlərim, burada kütlələrin eyni olduğunu görürük. O zaman buna da mg ağırlıq qüvvəsi təsir göstərir, buna da mg ağırlıq qüvvəsi təsir göstərir. Ağırlıq qüvvələri eynidirsə, yaylarda yaranan elastiklik qüvvələri də eynidir. Yəni, F2 bərabərdir, F1-dir. Növbəti sualda, çəkisi nəzərə alınmayan yayların uzanmaları arasında hansı münasibət doğrudur? Bax, gördüyünüz kimi, burada bizdən uzanmaların arasındakı münasibət soruşur. Fikir versəniz, burada yenə kütlələr M qədərdir. Hər birinin kütləsi M-ə bərabərdir. O zaman biz nə dedik? Buradakı təsir edən ağırlıq qüvvəsi mg qədər, burada da təsir edən ağırlıq qüvvəsi də mg qədər. O zaman buradakı qüvvə F qədər, buradakı qüvvə də F qədərdir. Qüvvələr eynidir. O zaman biz x bərabərdir F bölü K düsturundan fikirləşsək, yəni bu haqda bayaq da danışdıq, deyirik ki, uzanma miqdarı sərtlik ilə tərs asılıdır. Sərtliyi böyük olanın uzanma miqdarı kiçikdir. Hansının sərtliyi böyükdür? Baxırıq ki, ikincinin sərtliyi 2K-dır, yəni böyükdür. Birincidən böyükdür. O zaman mən yazıram K2 bərabərdir 2K1. Yəni, ikinci yayın sərtliyi birinci yayın sərtliyindən 2 dəfə böyükdür. O zaman x bərabərdir F bölü K düsturuna əsasən uzanma miqdarı sərtliklə tərs mütənasib asılı olduğu üçün x1 bərabərdir 2x2 deməyimiz lazımdır. Baxın, burada sərtliklər ikinci birincidən böyükdür, amma uzanmalarda birinci ikincidən böyükdür. Çünki tərs mütənasib bir asılılıq vardır. Davam edirik növbəti sualla. Yaydan 100 qram yük astıqda 2 mm uzanarsa, yayın sərtliyini hesablayın. mg bərabərdir kx düsturuna əsasən biz yayın sərtliyini, yəni k-nı hesablamalıyıq. K bərabərdir mg bölü x yazarıq. 100 qram kütlə 0,1 kiloqram deməkdir. J-nin qiyməti 10-dur. Uzanma miqdarı isə 2 mm. 2 mm-də 2 vurulsun 10 üstü mənfi 3'dür. 2 10 üstü mənfi 3 metrdir. Bu da bərabərdir. Yuxarıda var 1. 0,1'i 10'a vurduq. 1 oldu. Məxrəcdə var 2. Vurulsun 10 üstü mənfi 3 yuxarı çıxanda olur 10 üstü müsbət 3. 10 üstü müsbət 3 deməkdə kilo
Newton bölü metr deməkdir. Kilo deməkdir. 10 üstü müsbət 3 mindir. Yəni kilodur. 2-də 1 nə deməkdir? 0,5 deməkdir. 0,5 burada da kilonewton bölü metr var. Sualımızın cavabı 0,5 kilonewton bölü metr olmalıdır. Beləliklə bu videonu da tamamlamış olduq. Növbəti videolarda görüşənədək. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.